Bugün Müslümanlar müşriklerden berayeti göz önüne almış, onun üzerinde fokuslaşmış, bütün dikkati ona yöneltmiş. Tabii ki bu dinin əslidir, bu mühümdür. Müşriklerden berayet öz dinini korumak içindir. Bidət əhlindən bəraət isə, onları dinləməkdən çəkinməksə, bu dini qorumaq üçündür ki, Allah sənə bu dini qorumağa əmr etmişdir. Amma biz əksini görürük. Bugün müsəlmanlar Allahın haqqı olan bidət əhlindən bəraəti tərk ediblər, şəxsi düşmənçiliklə bir-birinə bəraət edirlər. Kim kimin dostudursa, kim kimin yanındadırsa, ona düşmənçilik edən kəsə qarşı şiddətlə düşmənçilik edirlər. Halbuki Allahın dininə gələndə belə etməzlər. Halbuki Allah Əzzə və Cəllə bunun əksini əmr etmişdir. Əgər iki müsəlman bir məsələdə, şəxsi məsələdə ədavəti varsa, tərəf tutmaq olmaz. Allah Əzzə və Cəllə buyurur ki, möminlərdən iki tayfa bir-biri ilə vuruşarsa, aralarını islah edin. Demir tərəf tutun. Bizdə əksinədir. İki tayfa arasında bir ədavət varsa, iki müsəlman arasında bir ədavət varsa, şəxsi məsələ varsa, tez hamı tərəf tutur, özünə dəstə düzəldir. Ona qarşı düşmənçilik edir. Amma Allahın haqqına gəldikdə isə təkfir, təbdi, təfsiq, bir kəsi fasik demək, bir kəsi bidətçi demək, bir kəsi təkfir etmək məsələsinə gəldikdə isə bu Allahın haqqıdır. Bu məsələdə tərəf tutmaq sənə vacibdir. Bidətçilərdən, özündən din uydurub danışan, müsəlmanları təkfir edən hər kəsdən bəraət etmək vacibdir. Bu Allahın haqqıdır.